Uşaqlar dedik, sinonim nəyə deyildi? Məsələn, oturmaq, əyləşmək eyni məna verir də. Oturmaq, əyləşmək, qaçmaq, yürümək eyni məna verir. Yazılışları fərqlidir, mənaları eyni olan sözlərə sinonim deyilir. Antonim nəyə deyildi? Oğur antonim nəyə deyildi? Kim deyir? Antonim nəyə deyildi? Əksi olan antonim deyildi. Məsələn, bir-birinin əksi olan sözlər deyin. Ağlamaq, gülmək, ağlamaq, gülmək, hündür, acı, şirin. Amonim nəyə deyildi? İşləmək, gülmək. Yox, amonim nəyə deyildi? Amonim nəyə deyildi? Yazılışları eyni, tələffüzü eyni, amma mənaları fərqli olan sözlərə amonim deyilir. Yazılışları eynidir. Baxın, bir dənə söz deyin, yazılışları eyni olsun, tələffüzü eyni olsun, amma mənaları fərqli olsun. Məsələn, hansı söz deyərik? Top, top. Top. Sonra başqa bir söz deyək. Bax meyvəsi. Meyvə bağı, bir də ayaqqabısı, bir də kök. Bir də Hə, indi bir də ismin hallarını təkrarlayaq. İsmin neçə halı var? 6 halı var. Hansıdır Hüseyin? kimdən hara? Sualı kimdən harada? İsmin hallarını sadala. Yerli, çıxışlı. Adlı halın şəkilçisi var? Yoxdur. Yəli halın şəkilçisini deyən banı? Bir də nun. Mən kimindən hara? Afərin. Hüseyin, yönlü halın şəkilçisini deyən yönlü hal? Kimindən haraya? Kimə təsirli halın sualını deyən? Şəkilçisini deyək birinci. Yox, təsirli hal. Hansı şəkilçisidir? Yox, təsirli halın şəkilçisi. Kimindən hara? Kiminə hal? Bana yerli halın şəkilçisini deyən yerli hal. Yox, da. Kimdə nədə harada?